Salam dostlar, mən Kiperti. Bugün və gördüyünüz kimi mouse'u açmışam. Necə açmışam desəniz, yəni şablonla. Və bu məni bir ay boyunca yəni çətinləşdirildi. Yəni indi baxmayın, qızılım 1375 qızılı. Yəni o vaxtlar belə 500 neçə qızıla belə düşmüşdüm, elə bil 2000 neçədən ki, vəbşə mouse açmağa. Mouse gördüyünüz kimi belə stiker vurmuşam 2 dənə. Bugün mouse gameplay eləyəcəyik və mouse'dan danışacağıq. Yəni məsələn tutaq ki, mouse neçə millimetr qırır, mouse'un bronu, mouse'un nə bilim başqa ümumiyyətlicə daxili mouse'dan danışacağıq. Mouse Nemetski bir tankdır. Ağırlığı 188 tondur. Gördüyünüz kimi 310 millimetr qırır. Onun bu yanındakı balaca puşkanı görürsünüz ha, bir bu. O da gördüyünüz kimi 120 millimetr qırır. 875 qram içində bomba var. Mouse çox ağır tank olduğuna görə 23 kilometr qabağa gedir. 23 kilometrdə aşağı gedir. Elə aşağı nə idi? Elə bil arxaya gedir. Kütlə 188 tondur. Elə bil içindəki olan insanlar, mütərribat 6 nəfər. Yüklənmə sürəsi 22.5 saniyə. Başının fırlanmağı isə 9 S-dir. Gördüyünüz kimi bir də rəngi. Neysə, indi qurma analiz eləyəcəm. Mouse'dan yox. Gepard pisdir. Leopard. Simülasyon. Qıra bilir. Atdıq. Və gülləyə dəyir. Mouse beləliklə partlayır. İndi bir dənə başının düppədüz ortasından atırıq. Və gülləyə biraz dəyə bilir, amma partladacaq dərəcədə dəyə bilmir. İndi qabaqdan və qabaqdan dəyir və güllələrə dəyir. Amma bu qabağından partlada bilmir. Yanaq. Qabaqdan girə bilir, amma sadəcə bu üstünüzə sağlıq. Bütün öskürürəm mən, niyə bilmirəm hələ də. Bir burasından vuraq və heç nə olmur. Baxın, burası. Yəni o ağ şeydən yox ha, o plusun tutduğu yer. Və burasından heç nə olmur. İndi bir dənə də buradan 311 millimetr benzin boçkası partlayır. Bugün mouse gameplay oynayacağıq. Ölmə faizim hardasa heç demək yoxdur. Daha sonra deməli bir dənə mouse mən belə qoymuşam bunun təchizatlarına. Bundan da qoyul məncə. Çünki 3.7 kilogram bomba var. Məsələn tutaq ki, bir dənə şey partladanmırsınız. Məsələn deyək Teonado. Məsələn onun partladanmırsınız da, elə bil tutaq indi deyək də. Partladanmırsınız. Elə bil altından vurup partlada bilərsiniz. Amma gördüğünüz ki altından vurmur, o sizə vurubdur. Ucu keçin buna.
Görürsünüz ki, elə yerinə vurursunuz ki, partlayan bilmir. Keçin bu hiyə. Yəni hiydə də elə bil 3.7 kilogram bomba var. Özü 7 kilodur. Güllənin adı. Ondan da çoxdur. Bilmiyorum. Məsələn bu Panzer 2000 mənə vursun heç nə olmayacaq. Çünki onun o boyda bombası yoxdur ki, məni öldürsün. O boyda yəni bombası yoxdur ki, məni öldürsün. Ondan nə qədərdir məsələn? Keçirəm hiyə. Mesela qoysa partlayacaq. Fikir vermirəm çünki heç nə edə bilməzdim. Bir də yüklənsin çünki yüklənmədir. Taxtadır. Məsələn vura bilmir. Məsələn baxın partlatdım. Yəni bir dənə bu balaca güllə ilə. Məsələn görürsünüz də ya STC-yə get. Çünki zəifdir. Yani bron olarak hiç nədir. Orada 2000 var idi. O hara getdi? Görünürsün. Heç nə olmadı, yəni. Bir dənə bu getdi. Onunla indi arkaya verəcəm. 2 saniyə düzəldi. O 2000'də qaçır, əsəbini oynadır məni. Və o it bir də əsəbləşdirir məni. Tamam. Oy! Cepart. Gördüm. Aa yukarıda gördüm. Gördüğünüz kimi ateşe tutublar da hiç mi? Düzenle ya 2 saatlik yanmışım. Ha bu şeydi. Ha bu getdi. Şimdi o esteraba qalıb. O esterabanın necə partladacağım heç bir fikrim yoxdur. 26. Qoy şampat toyacaq. Qaç bacabra sözü.
Deyirəm qaçın. Məsələn, ya arxadan vurur, ya da arxadan. Məsələn, o da partladı. Ben de girəcəm, çünki maşla oynamaq bu ağır tankdır da dostlar, yəni ağır tankdır. Bu qırmağı çoxdur. Elə tanklar var ki, məsələn, elə nədir ki, elə yüngül tankdır. Məsələn, Amex 30 SC'yə kimi. Demirəm amma onun kimi qırır. Yəni bron qırması onun kimi demirəm. Sadəcə bu ağır tankdır deyə yavaş gedir. Bunun yavaş getməsi də bunun problemidir. 188 tonda 23 kilometrlə getməsi məncə 40 olsaydı daha yaxşı olardı. Baxaq. 59 D1 kapamıqaya kapasın. 4M. Bunu partlatmaq istəyirəm. Hamısını, bütün hamısını, yani gülləni bütün hamısını tökdüm. Yəqin ki partlayacaq o. Ha, partladı. Tam 4 yazmalıydı. Dördemin qabağında nəsə var. Bu arada deyim dostlar, yəni mənə 700-dən 750 qızıl verdilər. Yəni var Thunder'dan elə bil 6 gün qala. Mouse'un elə bil bu balaca tankın tutulacaq. Həmin o balaca tank. Bunun adını niyə mouse qoydular bilmirəm. Mouse qoydular. Özlük bu aralar təyyarə ilə elə bil oynayıram. Oynayıram çünki ona görə 750 dənə bəlkə ona görə qızıl verdilər. Çünki oynamasaydım ən azı deyirəm 450 dənə qızıl, 450 dənə bilet. 450 dənə bileti də verdilər. Bu üçün AMD bir qaçı. Mouse'un bence de özde el alamayız bunlar için. Bak. Əsəbim oynuyor da belə şeyə. Çıxmadı. Bu arada deyim dostlar, mouse'un əla romp qoya bilərsiniz, çox əla. Romp qoya bilərsiniz. İndi əgər məsələn lom düşmürsə sizə. Məsələn AMD 1'in lomu var. AMD 1'in var və şeyin də var. Təkər qırılmadı, niyə? Ha bunu... Ay Allah, koy bir daha! Partladaydım da! Elə yerlərdə gəlir ki... 15. Ne atıldı? Ha bu havan topu. Bu lazım değil. Bu arada mənim üçün Gepard bir A2'ni açma məntiqsizdir. Çünki mən heç təyyarə vuran zat deyiləm. Ona görə də mənə məntiqsiz gəldi. Yəni bizim ailədə ilk mouse atan mənəm. Mouse yaxşı tankdır, amma
Mənfi cəhətləri var. Müsbəti də var, mənfisi də var. Mənfisini də, müsbətini də sizə aydın olaraq danışacağım. İndi müsbəti. İndi danışıram müsbətini. Müsbəti. Bir dənə oldu ki, neçənci tiyerdir? 8. 8-ci tiyerlərə də 310 mm qırır. Bir o yaxşıdır. Bir də onun bu dedim ha, balaca puşqası. O da yaxşıdır. Çünki məsələn tutaq ki sizə məsələn deyirəm ha. Tutaq ki indi sizə düşdü məsələn Zusu 57. Zusu 57 ki. Və sizin hələ gülləviz dolmayıbdı. Sizin əsas puşqavızı qırıbdı. Yəni bunu. Onda bu balaca puşqa işə girir. Bu balaca puşqa bunun içində gördüyünüz kimi fuqas var. Fuqasda elə bir şeydir ki, tankın başına, elə bil bronsuz tanklara əla işləyir. Məsələn, gördünüz orada məsələn orada şey elədimi? Bilmirəm, orada STCI deyən, onunla partlatdım mən. STCI-yanı şeylə partlatdım. Fuqasla, elə bil bir dənə tankıydı, yadımda deyildi elə bil. Onu baxın bu balaca puşqa ilə partlatdım. İndi siz baxanda görəsiniz indi ki mən hansını partlatmışam. Hansı tankı partlatmışam. Və belə, çünki bu balaca puşqa əslində mini ret rolunu oynayır. Məsələn, tutaq ki sizin qarşınıza gəldi məsələn 2000 hu, ona vursaz ki elə bil başına balaca puşqa ilə. O əlbəttə ki partlamayacaq, çünki onun elə bil geniş olduğuna görə, məsələn göstərin də indi. Geniş olduğuna görə siz onu ne? 4000 istədi məndən. Başı qaçıb bunu. Demək 2000 hunu da göstərir. 2000. Pardon 2000. Bu bərabərdir 2000-ə. Yəni bunu açsam elə bil ki 2000-i var. Amma gördüyünüz kimi baxın, indi mən burasına vursam, bunun içindəki bu ya bu ya da 3 nəfər öləcək. Əgər indi bura vursam, vapşa tank partlayacaq. Nə üçün? Dəqiqə. Çünki güllə var. Elə bil bunlar həmişə gülləni elə bil bu motorun arxasına qoyurlar. Məsələn Şoelfanı Məsələn Şoefdə də elədi. Şoefdə də elə bir şeyə qoyurlar. Alta qoyurlar. Baxın. Şoefdə də elədi. Amma çoxu elə bil başının arxasındadır. Və bir dənə də burada hadəlləmiş olan zırhdır. Məsələn altında bu var. Çünki Lom əgər səviyyəsinə düşsə, Allah itiraf olsun. Lom səviyyəsinə düşsə, çünki Lom onu vurub partlada da bilər. Ya da elə bunu yanağına vursun, elə Şoefin. Yanağına vursun, partlatsın. Yəni bu qədər. Belədir bu. Bu tank almaq çətindir. Məsələn, tutaq ki indi mouse'u bu arada dostlar, mouse'un lotariyası mənə çox belə böyüdücü gəlir. Niyə? Əvvəl bax balaca bu boyda yığın idi. Baxın bu boyda. Ondan da azdır. Buna bax indi. İndi hardasa elə
bir-iki əl fırlatmalıqdır. Buradakı şeylər də eyni qalıb. 1.9 9. Mən bunu niyə açıram? İndi mən sizə onu öyrəndirəcəm. Çünki siz bunu açırsınız. O şey gördünüz ki, mən nick frame'i də almışam, avatar da almışam, ünvanı da almışam. Ünvan deyəndə ki, yəni titul. Onu da almışam. İndi bunları saymasaq, bunlar əlbəttə ki, baxın, siz buradan tank aça bilmirsiniz də. Bəlkə oldu indi sizə düşdü. Amma belə aça bilmirsiniz. Bir dəqiqə, bunu yükseldim, Aça bilmirsiniz. Çünki siz bunda tankların düşmə faizinə bax. 13 9. Baxın, 13. Arada 9'luklar da var. Demək olar bir dənə budur. 9'luq. Dəndə bu yəqin bu ikisi üçü olar. Çünki çox belə necə deyim, çətindir bu. Məsələn, şansınız qəşəngdirsə, onda məncə gümüşlə açın. Demirəm ha, qızılla açın. Gümüşlə bunları açsanız, elə bir marketə belə şey gəlibdir. Tutaq ki də sallayıram indi bir dənə tank. Məsələn, düşdü. Məsələn, Amex 13 hot düşür sizə. Elə bil ki, mağazaya belə təşrif gəlir. 310.000 yığırsan, gümüş açırsan, ya Amex 13 hot düşəcək, ya da başqa tanklar. Elə bil sizə əgər Amex 13 və ya başqa tank düşdüsə, mən də düzdür, əslində bu heç vaxt buradan tank düşməyib, amma bu XM1 Chrysler'i mən belə almışam. Məsələn, bir dəfə düşübdü mənə. Bir dənə. Ancaq bu hesabımda. XM1 Chrysler mənə düşmüşdü. Chrysler'də baxın bir dənə. Baxın. Bu mənə düşmüşdü. Elə bil bu XM1 mənə düşmüşdü. Amma mənim elə bil mənə əslində lazım deyil idi. Çünki mənim onsuz da XM1 bir də Chrysler'im var. Məsələn, burada. O da bu rəngdədir. Prosto bu rəngi xoşuma gəlmir. Elə bil çox belə qatı durur da. Xoşuma gəlmir o rəng. Ona görə məsələn indi tutaq ki, indi açdınız. Məsələn, Amex 13 ya da başqa bir tank. Fərqi yoxdur mənim üçün. Açandan sonra elə bil sizə belə təklif gəlirsə baxacaq, 310.000 verirsən, bizdən bir dənə tank alırsan. Yəni Amex 13 hot alırsan. XM1 Chrysler'də mənə ilk dəfə bu tank elə bilirdim. Belə sezon gələndə elə bil belə ayrı-ayrı. Baxın belə ayrı-ayrı. Gələndə ilk dəfə mən belə açmışdım. Çünki əslində belə olanda ilk dəfə mən XM1 Chrysler Premium açmışdım. İndi də XM1'im varımdır, 2 dənə. Sonra başqa görməmişəm, yəni 2 dənə tankım olsun. Amma indi ola bilər ki, məsələn tutaq ki, deyirəm ki, M1 A1'im var. Düzün desəm, varımdır M1 A1'im. Deyək burada. İndi, məsələn, tutaq ki, mouse'un lotariyasını açdım, təzdən M1 A1 düşdü. Yəni, bunu saymıram. Elə bil, eyni düşür, amma mən saymıram. Elə bil ki, bu tankdan 2 dənə məndə var. Mən əslində saymıram belə tanklar ki, biri premiumdur, biri legendardır. Əslində elə şeylər saymıram. Neyse dostlar, videomuz bu qədər idi. Sağ olun, mən GPT.